47 dollar balansımız var. Bunu hal-hazırda bir 500 falan edib çıxmaq istəyirəm. Baxaq, bacaracağıq mı sizlərlə. Blackjack oyunun oynaya sizə başa salacağım bilməyənlər üçün. Və bu arada əvvəlcədən deyim ki, qumar oynamamısınızsa oynamağınızı məsləhət görmürəm. Qumar bağımlılıq yarada bilər. Ona görə məsləhət görmürəm, amma marağınız varsa, oynamısınızsa, oynamaq istəyirsinizsə aşağıya link qoyuram. Güvəndiyim saytlardır, yəni pul çıxarışları falan həmişə vaxtında olur, sizə atış gəlmirlər. Biraz oyuna başım qarışdı deyə danışa bilmədim. Bu arada başlamışkən bir 100 dollar pul utduq. Və yanımıza bir nəfər gəldi, yaxşı ki durdu, durmasaydı mən duracaqdım, çünki tək oynamaq istəyirəm. Davam eləyək. 7, 10 və 18. İndi bizim əlimiz 18 və 8-dir. Buna kart çəksək ya 8 ilə hesablayacaq, ya da 18 ilə. Mənə 2-3 verməyəcəyi üçün qalmalıyam, amma yenə də yoxlayacam. Yəni, bəlkə bir 2-3 verər adı ilə. Tam 3, tam 3. Əgər kart çəkməsəm, uduzmuşduq. Amma kart çəkdiyim üçün 21 elədim və qurbiyer 20 idi. Çox idealini oynadıq, yəni burada. Balansımız hal-hazırda 227 oldu və yanımıza bir nəfər oturdu təbii ki. Mərdimazarın biri olmalıydı təbii. Eybi yox, onunla oynayaq, problem yoxdur, o da bizlə oynasın. Görək, yanımızda adam olanda başımıza nə gəlir. Gördüyünüz kimi bir nəfər yanımıza gəldiyi üçün əlinə as düşdü. Əgər o olmasaydı, əlinə as düşməzdi. Güvəncə eləməyəcəm. Və əl biləkcək. Eyb yox, yandan 30 tutduq, ən azından çox ziyana düşmədik. Davam eləyək, davam eləyək. As, bir dənə də 10. O, 2 as, qəşəng. 2 asa split atardım, amma əli 10 olduğu üçün split atmaq istəmirəm. Amma asa da split atmasan başqa heç nə eləyə bilmirsən. Çox pis kartdır 2 as. Sadəcə yan bahis verir 35 dollar. Və mən burada belə eləyəcəm ki, digərinin oynamağını qutarmağını gözləyəcəm daha doğrusu. Burada cash out eləyəcəm. Cash out mənə 50 dollar ortadan verəcək, 35 dollar da yandan. Yəni xeyirlə çıxmış oluram buradan, belə deyim, 85 dollar. Ümumi oyuna 60 dollar qoymuşduq, 85 dollarla çıxdıq. Yəni 25 dollar xeyirlə. Yaxşı ki durdu, gəldi, bütün kartları pozdu, getdi. Belə bir mərdimazar həmişə olur. Deyək də mərdimazar da deməyə, indi o da öz oyununu oynamaq istəyir, problem yoxdur. Oy, qəşəng, qəşəng, qəşəng. Bu həmişə 10 verəndə məni tırqalayır biraz ki, oyuna double at. Mən də tırqıya gedənəm və double atıram bura. Görək nə verəcək üstünə. As, əla sani, əla, əla. Bugün nəsə çox yaxşı kart verir. Yəni, əli 21 belə eləsən, bizi uduzdurmur da, yəni. 200 dollar da buradan götürdük. Əla, 147, yəni paşlı işte o 150 dollarla başlamışdıq və 300 dollar balansımız var hal-hazırda. Yəni, haradasa 2 qatı eləmişik və davam eləyirik. Balansımızı bir 400-500 eləyib çıxmaq fikrim var mənim açığı. Əli 6-dır deyə mən qalacam. Çünki 6-nı %90, hətta 80-90% partlayır. Ona görə qalıram. 16, bir dənə də 10 aça bilərsən ora, əlasan. Balansımız hal-hazırda 350 dollardır. Davam eləyək, davam eləyək. 10, 10, 20, qəşəng. Əl 10 olduğu üçün böyük ehtimalla bir dənə də 10 aça bilər, amma qalacam. Təbii ki də qalacam, başqa nə eləyə bilərəm ki? Yəni, bərabərə qaldıq, problem yoxdur, ziyanımız yoxdur. Davam eləyək, davam eləyək. Sürətli oyunumuzu oynayırıq.
5-3. 8-ə bir kart istəyə bilərik. As yaxşı idi, amma əlimiz 9 olsa ən azından 20 olardıq. Eybi yox, qalaq görək əlinə nə açır. 7, qəşəng bununla udduq. Balansımız hal-hazırda 382-dir. Yəni məqsədimizə çox sürətli çatırıq. Kartları payla deyək. 6, 10 və qəşəng yan bahsimizi də tutduq. Burada nə edəcəm? Kart çəksəm mənə 10 vermə ehtimalı çox azdır. Çəkəcəm kart. Yenə də biraz oynayaq. 4 dediyim kimi çox az olduğu üçün. 14-ə nə edək? 14-ə qalaq. Heç nə olmaz. Yandan 30 dollar xeyrimizi tutmuşuq. Əlinə nə açar artıq. 8, eybi yox. 30 dollar yandan tutmuşduq. Yəni yarımla çıxartdıq. 60 qoyub 30 götürdük. Eybi yox. Böyük bir ziyan deyil. Kefimizi pozmuruq təbii ki. Buna görə davam edirik. 9 as. As özünə götürməyi pis oldu təbii ki, amma mən yenə də güvənciyə almayacam. Blackjack olsa belə. Bu təbii ki də uduzdurmalıdır arada bir. Həmişə uddurası deyil təbii ki. Uduzduğumuza görə hətta double eləmək istəyirəm. Görək bu səfər nə uduruq. 3, yenə as çəkdi özünə, bu biraz pis oldu. Təbii ki də eləməyəcəm güvəncə. Qəşəng. Bir dənə 10 ala bilərik buna, double atıram. Bir dənə 10 ver, çox şey istəmirəm. Uy, ən pis kart verdin, ən pis kart. Çox pis, çox pis. Heç nə olmaz, davam eləyirik təbii ki də. Balansımızı heç bir dəqiqə çəkməz, qaytaracaq da ala, belə bir şey ola bilməz. Yan bahsimizi də tutduq. Ortaya da kartımızı çəkirik. 19 əlasan. Əldə 4-dür. 6, 16, 26 eləyə bilər. 12, 22 dolar. 19 bərabər. Xeyr, yenə də xeyir götürdük. Yəni problem yoxdur. Hətta nə edirik? Bütün balansımızı yenə qoyuruq. Riskli oynayıb bütün balansımızı qoyuruq. As, bir dənə blackjack, nice. Əlasan. Görürsünüz, yəni 2 dəqiqə də yox, 1 dəqiqə keçmədi demək olar balansımızı geri qaytardıq. Ona görə təzədən az-az qoyaraq davam eləyirik. 10, 12. 12-yə kart çəkə bilərəm əslində, amma əl 5 olduğu üçün kart çəkməyəcəm. Çünki 5-lər çox vaxt partlayır. Yəni 21-i keçir, amma keçməyə də bilər təbii ki. Ki keçmədi bu səfər. Kart çəksəm 13 olacaqdı, ası verəcəkdi. Yenə də özünə sonra 10 çəkə bilərdi. Ona görə hətta deyirəm bir dəfə də risk eləyib böyük mü oynasaq deyə fikirləşirəm. Hətta bir dənə bütün balansı qoyaraq oynayıram yenə. Görək bu səfər nə verəcək. 7, 2, 13. Biraz riskli kart verdi. 13-ə kart çəkəcəm. 15. Eybi yox, qalaq. 15-ə risk eləməyə dəyməz. 12, bir dənə də 10 atsa əlasan. Əlasan. Arada bir belə risklər eləmək lazımdır ki, balansımızı geri gətirək. Gördüyünüz kimi balansımız 250 dollar, hətta xeyrinə deyək 150 ilə başlamışdıq. Hətta sizin qarşınızda bunu bir dəfə də bütün balansı qoyaraq oynayıram. Və bu axırıncı əlimizdir. Ya uduzub çıxacaq, ya da ki udacaq. 5, 10, 11. Çox qəliz kart verdi, belə deyək. Bir dənə 10 çəksək bəsimizdir. 20. Bu biraz eyb yox, qalaq. Görək nə olur. 4. Bir dənə 10 çəkməlisən. 10.
19 qəşəng, əla. Balansımız $420 oldu. Bütün pulu qoyub risklə oynamaqda belə sərf eləyir, gördüyünüz kimi. Mən deyirəm ki, bu qədər balans bizə bəsdir. Yəni, hardasa 10-11 dəqiqə içində balansımızı $150-dan $420 eləmişik. Yəni, bir günlük xeyir üçün çox yaxşıdır deyə fikirləşirəm. Burada videonu qurtarıram və təkrar eləyirəm ki, qumar oynamamısınızsa, oynamayın. Qumar bağımlılıq yaradır, pullarınızı itirə bilərsiniz. Amma oynamağa marağınız varsa, oynamaq istəyirsinizsə, güvənli saytı aşağıya qoyuram. Oradan girib oynaya bilərsiniz.